Salam əziz həmkarlar, ABC Akademiya sınaq 1-in izahına baxırıq. Yağlar hansı mühitdə parçalana bilər? Yağlar 1. Süd yağları mədədə parçalanır, turş, bir də gəlir nazik bağırsaqda parçalanır, orada da mühit qələvidir. Deməli oldu B variantı. Hansı maddələrin parçalanması zamanı daha çox enerji ayrılır? Sutkalıq lazım olan heyvani mənşəli yağlar. Bizə sutkada 80-100 qram yağ lazımdır. Bunun 30 qramı bitki mənşəlidir. 80-dən çıxırsınız 30-un, yerdə qalan 50, 100-dən 30-un 70-i. 50-70 qram olur heyvani mənşəli. Bunu da vurursunuz 38,9-a enerjini tapırsınız. Sutkalıq lazım olan minimum miqdarda karbohidratlar. Karbohidrat 380-500 qramdır. Minimum dediyi üçün 380-i vurursunuz 17,6-ya. Sutkada lazım olan bitki mənşəli zülal 85 qram zülaldır, onun 48 qramı heyvani mənşəlidir. Yerdə qalan 37'si olur bitki mənşəli. 37 vuraq 17,6. Sutkalıq lazım olan bitki yağları 30 qram yağ lazımdır. Bunu da vurursunuz 38,9'a. Sutkalıq lazım olan heyvani mənşəli zülallar, bu da 48 qramdır. Onu da vurursunuz 17,6'ya. Ən çox cavab deyilir B bəndi. Sarı cismin döl mərhələsində hormon sintez etdiyi müddət. Ümumilikcə, belə deyək, cift, yəni 3-cü ayında əmələ gəlir, yəni döl. 4-cü ayından hormon ifraz eləməyə başlayır. Bu ortada qalan bir ayı sarı cisim hormon ifraz eləyir, yəni müddət x1-dir. İndi döl dövrünün müddəti. Döl də 3-cü aydan əmələ gəlir, yəni 7 aydır. Mən x-in yerinə harda 1 qoysam, cavab 7 eləyər, o da C-də. Elə 7-ni 1-ə vuranda eləyir 7. İnsan orqanizmin normal bətindaxili inkişafı Rüşeym dövrü. Uşaqlıq borusunda başlayır? Yox. Uşaqlığın içərisində uşaqlıq divarına implantasiya etdikdən sonra başlayır. Uşaqlıq borusunda başlayır? Xeyr. Hamiləliyin 3-cü ayının sonunda başa çatır? Xeyr. 3-cü ayının əvvəlində başa çatır. Rüşeymin əmələ gəlməsi ilə başlayır? Xeyr. 3 ay yox, 2 ay davam edir. Uşaqlıqda başlayır? Y variantı. İnsanın həzm kanalında qidanın hərəkət ardıcıllığını düzün. Deməli, baxın, ağız boşluğu, udulaq, qida borusu, mədə. Oradan keçir 12 barmaq bağırsaq, 6, 12 barmaq, yəni nazik bağırsağın şöbələrinə. 12 barmaq, acı, qalça. 6, 2, 4, sonra kör, çəmbər, düz. Deməli, 6, 2, 4, 1, 5, 3 A variantı. Yəni, nazik bağırsaqda 12 barmaq acı qalça, sonra kör bağırsaqda, yoğun bağırsaqda da kör, çəmbər, düz. Sıralama bu cür C'dir. Doğru ifadəni müəyyən edin. Aha, gəlin müəyyən edək. Deyir ki, həzm kanalından kənarda yerləşən həzm vəziləri, axarları bədən boşluğuna açıla bilər, bəli, ağız boşluğu, axarları orqan boşluğuna açıla bilər, bəli, məsələn, qaraciyərin hazırladığı öd, belə deyək, xarici sekresiya vəzidir, gəlir 12 barmaq bağırsaq açılır, bu da düzdür. Daha sonra fermentləri vitaminlərin parçalanmasına səbəb olur, vitamini parçalayan ferment yoxdur. Fermentləri karbohidratları parçalaya bilər, düzdür, mədaltı vəzinin. Fermentləri peptid rabitələrin qırılmasına səbəb olur, zülalların, bu da düzdür. Deməli oldu 1, 2, 4, 5, B variantı. Verilən fikirlərdən hansı yanlışdır? İlk sidik qədəyə bənzər kapsulada əmələ gəlir, düzdür. Sidik axarları iki bədən boşluğunda yerləşir. Sidik axarları qarın boşluğundan düşür çanaq boşluğuna. Son sidik qıvrım kanalcıqlarda əmələ gəlir, düzdür. Sidik kisəsinin həcmi 500 ml, düzdür. Sidik kisəsinin xarici qatı saya əzələlərdən təşkil olunub, bax bu səhvdir. Sidik axarda bəli, qarın boşluğu oradan da keçir çanaq boşluğundan sidik kisəsinə birləşir. Burada olacaq Y variantı. Aşağıda şəkildə nefronun quruluş və struktur elementi verilmişdir. Aha, quruluşu və strukturu verilib. Deyir, hansı rəqəmlə verilən hissələrdə geriyə sorulma prosesi gedə bilər? Baxın, geriyə sorulma prosesi, məsələn, gedə bilər qıvrım kanalcıqlarda 2-də, 3-də, bir də Henle ilgəyində 5-də. Bu da eləyir Y variantı. Yetkin qadın orqanizmi müəyyən müddətdə sarı cisim qana 70 həftə hormon sintez etmişdir. Sarı cisim qana sintez eləyir, belə deyim,
14 gün, 2 həftə. Aha. İndi deyir ki, 70 həftə hormon sintez eləyib. Deməli, belə deyək, sikl baş verəndə 2 həftə sintez eləyir. 70 həftənin neçə sikldə x də bərabərdir 35. Bu qadında baş verən ovulyasiya sayını hesablayın. Elə hesabladıq ki, 35 ovulyasiya baş verib. A variantı. İnsanda 3 eyni yumurta əkizinin ziqotun əmələ gəlməsində bilavasitə neçə qamçılı qamet istəyir? 100 dənə eyni yumurta əkizi olsun, bir dənə dişidən, bir dənə erkəkdən qamet əmələ gəlir. Qamçılı dediyi üçün bir dənə spermatozoid. Qadının uşaqlıq borusunda baş verir. Aha. Yumurta cüyrənin spermatozoidlə birləşməsi 1, ovulyasiya yumurtalıqda baş verir. Ciftin əmələ gəlməsi uşaqlıqda, rüşemin ilkin inkişafı 4, partlamış follikulun yerində sarı cismin əmələ gəlməsi bu da yumurtalıqda. Deməli oldu B variantı. 1-dən 4. Nöqtələrin yerinə uyğun gələn sözü tapın. Aha, gəlin tapaq. İçərisində nişast olan sınaq şüşəsinə öd əlavə etsək, nişastanın parçalanması baş verər, xeyr. Zülal olan sınaq şüşəsinə mədə şirəsi əlavə etsək, zülalın parçalanması baş verər, süd zülalı, bəli. Yağ olan sınaq şüşəsinə ağız suyu əlavə etsək, yağın parçalanması baş verər, xeyr. Nişast olan sınaq şüşəsinə ağız suyu əlavə etsək, nişastanın parçalanması baş verər, bəli. Zülal olan sınaq şüşəsinə ağız suyu əlavə etsək, zülalın parçalanması baş verər, xeyr. Deməli oldu 2-4. D variantı. İnsanda böyrək arteriyasında olan sidik cövhərini sidik toplayıcı borcuğa gələnə qədər hansı rəqəmlə qeyd olunmuş hissələrdən keçməz? Aha, əlbəttə ki, buradan böyrək venasından keçməyəcək. Çünki, məsələn, gətirici vena ilə gəldi böyrək arteriyası. Çıxarcı arteriya ilə çıxdı, kapillyar şəbəkələr əmələ gətirir. Oradan da sidik toplayıcı borcuğa. Yəni, böyrək venasından keçməyəcək. D variantı. İnsanın ağız boşluğunda mühit zəif qələvi, mədəsində turş, nazik bağırsağında qələvi, yoğun bağırsağında da zəif qələvi. Bu deyir A variantı. Aşağıda deyir, sxemdə bir insana aid nefron hissəsi verilmişdir. Sxemə əsasən fikirlərdən hansı doğrudur? Mənə hansı doğrudur lazımdır? 4 nömrəli hissədə qan zülalına rast gəlinməz. Bəli, iri molekullu birləşmədir, zülala rast gəlinməyəcək. 2, 1 və 3 nömrəli hissədə mayenin tərkibi eynidir. Məsələn, 1-ə baxıram, 1-də 3-ə baxıram. Mənə deyir ki, 1 və 3-də səhvdir də, birinci qədəyə bənzər kapsuladır, yəni arteriyasıdır. 3-də qıvrım kanalcıqdır, 2 səhvdir. 2 nömrəli hissədə qlikozoya rast gəlinər, bəli, sadə birləşmə olduğu üçün qlikoza rast gəlinəcək. 5 nömrəli hissədə sidik cövhərinin miqdarı 3 nömrəli hissədən çoxdur. Sidik toplayıcığı borcuğa bir neçə nefron açılır, orada da sidik cövhərinin miqdarı bəli çox olur. Deməli 1, 3, 4 doğrudur. B variantı. Qalça bağırsaq ümumilikcə baxın, 12 barmaq, acı, qalça. Buradan sonra gəlir yoğun bağırsağın şöbələri, kör, çəmbər, düz. Deməli, qalça bağırsaq acı ilə kör bağırsağın arasında yerləşir. Kör və ağızcı bağırsaq arasında yerləşir. Bu delədi B bəndi. İnsanın sidik ifraza sisteminə aid olan orqanlardan neçəsi 2 bədən boşluğunda yerləşir? Aha, sidik ifraza sisteminə aid olan orqanlardan neçəsi 2 bədən boşluğunda yerləşir? Məsələn, böyrəklərdir, qarın boşluğudur. Sidik axarlarıdır, 2 dənədir ki, bu həm qarın boşluğunda, həm də çanaq boşluğunda yerləşir. B bəndi. Sidik kisəsi çanaq boşluğudur, sidik kanalda xarici açılır. İnsanın bir böyrəyində olan strukturların saylarını müqayisə edin. Ümumilikcə yadınızda saxlayın. Qədəyə bənzər kapsulanın sayı Henle-Ley'nin sayına bərabərdir. Onlar da böyük olur sidik toplayıcığı borcuğa. Çünki sidik toplayıcıq borcuğa bir nefron yox, bir neçə nefron axacaq açılır. Ona görə B variantı. Ciftin hormon sintez etdiyi müddət M bərabərdir. Cift 3-cü aydan əmələ gəlir, 4-cü aydan hormon sintez edir, yəni 6 ay. Onun ömrü hansı ilə ifadə eləyə bilər? Ömrü də 7-dir. 6-nın üstünə neçə gəlsəm 7 eləyər, 1 gəlsəm 7 eləyər. Həzm kanalından kənarda yerləşib. Həzmdə neçə ədəd iri vəzinin axacağı bədən boşluğuna açılır. Bədən boşluğu deyirsə ağız suyu vəzləri 3-6 ədəd.
orqan boşluğu deyirsə, mərdaltı ilə qaraciyəri götürəsiniz. Çəltik və ət bişirildikdə hər birinin tərkibində minimum n milliqram B vitamini qrupu qalarsa, onların tərkibində bişirilməmişdən əvvəl bu vitaminlərin miqdarı nə qədər qalıb? Çəltik bitki mənşəlidir. 100-dən çıxıram 20-sin, yəni 20% itirib 80% qalıb. Yəni bunu da milliyə çevirsəm 0,8. Aha, qalanıdır. Bu 0,8 mənim qalanım da yenə deyirəm. B1 vitamini qalarsa, onun tərkibində bişirilməmişdən əvvəl bu vitaminin nə qədər olar? Baxın, bu 0,8 belə deyim, 80%dir. Bəs mənim n milliqramım neçə faiz, 100%im nə qədərdir? Bunu belə də tapa bilərəm. Və ya bunu sizə 0,8-i, 80-i n götürün. Bax, belə yazın həmkarlar. 100-dən çıxdınız 20-ni, qaldı 80. Bu 80% qalanım n-dir. Yəni, hər birinin tərkibində n-dir. Və 100%im nə qədərdir? X. Buradan X 100%də bişməmişi tapasınız da. Ona görə 100% ilə getdik. 100-ü böləsiz 80-ə. Tapırsınız buradan 1,25 bişməmiş, yəni çiğ çəltikdədir. Sonra ət. Ət də sizə nə qədər deyir? B vitamini qədər neçə milliqram minimum? 60%-ni itirib, yerdə qalıb 40%. Aha. Deməli, bu 40% n milliqramdır. Və 100%im nə qədərdir? X. İndi də 100-ü böləsiz 40-a. Bu da eləyir x bərabərdir 2,5. Sizdən də cəmin soruşur. 1,125 üstə gələk 2,5. Bu da eləyir 3,75. A variantı. İfadələrdən hansı doğrudur? 12 yaşlı yeniyetmənin, hər iki tərəfdən öz diş növü ilə qonşu olan dişi yoxdur. Niyə ki? Ortada yerləşən kəsicilər hər iki tərəfdən öz diş növü ilə qonşudur. Bütün dişləri öz diş növü ilə qonşudur, köpək dişləri yox. Kəssi dişlərin sayı 8, köpək dişlərinin sayı 4 bərabər deyil. Yalnız öz diş növü ilə qonşu olan dişlərin sayı 4 ədəddir. Ortada 2 dənə kəsicini götürürsünüz. Hər dənə qıraqda da yerləşən bir dənə böyük yazını. Üst çənəmdə oldu 4 dənə, yalnız öz diş növü ilə qonşu, alt çənədə də 4 dənə, cəmi 8 dənə düzdür. Niyə düzdür? 12 yaşlı yeniyetmədə ağıl dişi çıxmayıb, 12 dənə böyük yazı dişi var. Sonda yerləşən böyük yazı dişləridir ki, yalnız öz diş növü ilə qonşu olur. Bir də ortada yerləşən kəsicilərdir. Bu da üst çənəmdə də 4, alt çənəmdə də cəmi eləyir 8. 2 diş növünün sayı biri-birinə bərabərdir, səhvdir. Deməli, burada oldu 8. Yəni D variantı. Verilən fikirlərdən neçəsi doğrudur? Aha, çiftin hormonu yalnız uşaqlığa təsir edir, uşaqlığa və yumurtalığa. Hamiləlik zamanı sarı cismin hormonu yumurtalığa və uşaqlığa təsir edir. B variantı düzdür. Dölün uşaqlıq divarına yapışması ilə Ruşeym dövrü başlayır. Dölün yox, Ruşeymin uşaqlıq divarına yapışması ilə. Hərdin ontogenezi uşaqlıq yolusunda yox, borusunda başlayır. Sarı cismin hormonu yalnız yumurtalığa təsir edir, yox, həm yumurtalığa, həm uşaqlığa təsir edəcək. Deməli, burada Y də yanlışdır. Oldu burada B variantı. 24. Yanlış ifadəni seçin. Aha. Gəlin baxaq. Müvəqqəti daxili sekresiya, hamilə qadın orqanizmində cift, müvəqqəti daxili sekresiya rolunu oynayır, düzdür. Aynən C-ni buradan çıxdım. 7 ay hormon ifraz edir, səhvdir, 6 ay hormon ifraz edir. Follikulun yerində qarışıq sekresiya deyir ki, follikulun yerində yaranan qarışıq sekresiya vəsidir. Cift yox, sarı cisim follikulun yerində yaranır, 3-də səhvdir. Göbək ciyəsi vasitəsilə dölə birləşir, 4 düzdür, buradan da 4-ü çıxdım. Əmələ gəldikdən sonra döl dövrü başa çatır, yox, döl dövrü başlayır, 5-də səhvdir, 2, 3, 5, bu deyil B variantı. Şəkildə nefronun quruluşu təsvir olunmuşdur. Aha, bizdən nəyi soruşur? Hansı ifadələr doğrudur? Gəlin baxaq. Bir rəqəmi ilə bir gətirici arteriyadır. Göstərilən hissədə axan qanın tərkibində mineral duzlar 2 rəqəmi ilə verilən tərkibindəkindən çoxdur. Bəli, gətirilən arteriya damarının hissəsində olan bütün hər şey çox olur. Bir doğrudur. Maddənin 3 rəqəmi ilə verilən hissədə kapilyar yumaq
4 rəqəmi ilə verilən hissəyə keçməsi yüksək qan təzyiqinin işi ilə olur. Bu da düzdür. İlk sidiyin tərkibində olan faydalı maddələr 5 nömrəli hissədən qara geni sorulur. Bəli, eləcəyindən geri sorula bilər. Deməli, 3 də düzdür. Bu da eləyir D variantı. Ana bədnində 3 əkizin əmələ gəlməsində 4 dənə qamet iştirak eləyib. 3 əkiz var, amma 4 qamet. Deməli, eyni yumurta əkizləri ola bilər. Məsələn, bax, 3 dənə əkizin əmələ gəlməsində 4 dənə qamet iştirak eləyib. Məsələn, mən bunu götürsəm 2 dənə, bu ikisi birində yerləşəcək, biri birində yerləşəcək. Yəni, burada 2 dənə qamet bu ciftin əmələ gəlməsində iştirak elədi, 2 dənə qamet də bunun. Cəmi 3 dənə əkizim var, 4 dənə qamet var. Bunlardan yalnız biri Y cinsiyyət xromosomuna malikdir. Bu, eyni yumurta əkizləri də ola bilər. Məsələn, bir dənəsi mayalanıb, amma blastomerdən eyni yumurta əkiz əmələ gəlib. Müxtəlif yumurta əkizindən də, yəni bir dənə uşaqda Y ola bilər. İndi deyir, gəlin görə hansı doğrudur. Bu əkizlər 2 ciftin daxilində ola bilər. Bəli, düzdür, 2 ciftin daxilində ola bilər. Bu əkizlərin ikisi oğlan ola bilər. Bəli, eyni yumurta əkizidirsə bu 2 dənə uşaq, bir dənə Y mayalandıra bilər, 2 də düzdür. Bu əkizlərin hər birinin qan qrupu müxtəlif ola bilər, xeyr. Burada mütləq 2 dənəsinin eyni yumurta əkizi olacaq, qan qrupları eyni olacaq. Ona görə C ilə B-ni buradan atdım, 3 səhvdir. Əkizlərin ikisi qız ola bilər, bəli. Məsələn, oğlan bunu mayalandırsın, XY, bir dənə oğlum olsun. Qızım o zaman XX, 2 dənə bundan əmələ gələcək. Düzdür. Əkizlərin cəmi 2 göbək ciyəsi var, uşaq sayı qədər göbək ciyəsi var 3 dənə. Deməli oldu 1, 2, 4 A variantı. Eyni yumurta əkizləri bilavasitə əmələ gəlir blastomerlərdən debəndi. Şəkildə əsasən verilənlərdən hansı doğrudur? Birinci hissədə mühit qələvidir, ağızda mühit zəif qələvidir. İkinci hissədə olan mühiti öd müəyyən edir, səhvdir. Üçüncü hissədə polimer parçalanır nazik bağırsaqda, monomer birləşmələrin sayı çoxdur. İkinci hissədə karbohidratları parçalayan ferment sintez olunur, xeyr, bu yoğun bağırsaqda ola bilər. İkinci hissədə yağ və zülalların parçalanması baş verir, yebəndi. Karbohidratları parçalayan fermentlər ağız suyudur, yoğun bağırsaq yox. Vitaminlə saçdım mən. Yəni, karbohidratları parçalayan fermentlər sintez olunur birinci hissədə. Deməli, burada doğru olduğu Y variantı. Verilən fikirlərdən hansı deyir, yanlışdır. Böyrək ləyənində son sidik olur, düzdür. Sidik hissəsində son sidik toplanır, düzdür. Son sidiyin əmələ gəldiyi orqan böyrəkdir ki, çanaq boşluğunda yox, qarın boşluğunda yerləşir. İlk sidik böyrəklərdə əmələ gəlir, düzdür. Son sidik orqanizmdə bilavasitə sidik kanalı ilə xaricə açılır, düzdür. Deməli, yanlış olan C variantıdır. Verilən fikirlərdən hansı doğrudur? Burada dişləri verib, baxıram ki, 3 dənə kəsici dişimin, yəni böyük yazı dişimin hamısı çıxıb. Deməli, ağıl dişlərim çıxıb. A dişləri insan ontogenezində yalnız bir dəfə çıxır. Bəli, ağıl dişidir ki, yalnız bir dəfə çıxır B. C dişləri yalnız bir tərəfdən öz diş növü ilə qonşudur. C dişləri köpək dişidir. Göründüyü kimi də heç nə ilə qonşu deyil. Yəni, özü ilə qonşu deyil. Kəsici ilə, məsələn, D kəsicidir. C köpəkdir. B kiçik yazıdır, A da böyük yazıdır. Köpək dişi kəsici ilə kiçik yazı ilə qonşudur. D dişləri köpək dişlərinə aiddir. D dişləri kəsici dişdir. B dişləri köpək dişlərinə aiddir. B dişləri kiçik yazıdır. A dişləri böyük yazı dişlərinə aiddir. Bəli, düzdür. Deməli oldu D variantı 1-5. İnsan qidasında amin turşu olan trip tapan gözü 2 hissədən ibarətdir. Tripdən, bir də tofandan. Deməli, 2 hissə çatışmırsa ciddi arıqlamaya səbəb olur. C bəndi. Burada nə deyir? Cədvələ əsasən X-in qiymətini tapın. Bişirilməzdən əvvəl tərkibində B qrup vitaminin miqdarı X. Bişiriləndən sonra qalan 80. Sən bilirsən ki, B qrup bişiriləndə bitkidə. Burada da kələm verib 20%-ni itirir. 100-dən çıxıram 20-si qalıb 80-i. Deməli, mənim 80%-imi məsələnin şərtində verib 80 milliqram. Və mənim 100%-im, yəni çiyim nə qədərdir? X. 100-ü 80-ə vurub 80-ə böləndə elə 100 tapıram. Yəni, mənim çiyim də 100 milliqram imiş. Son sidiyin əmələ gəldiyi orqan böyrəklərdir, o da bir rəqəmi A variantı. Verilənlərdən hansı doğrudur? Böyrəklər yalnız canlı insandan köçürülməlidir, xeyr.
Canlı orqanizmdən alınan böyrəklər 2-3 həftədən sonra ölü orqanizmdən, canlıdan alınan həmin an işlə fəaliyyətə başlayır. Xeyr. İstənilən şəxs donor ola bilər. Xeyr. Eyni insanın bədəninin bir bölgəsindən digər bölgəsinə toxuma köçürülməz yox, köçürülər. Kök hüceyrələrindən orqanların klonlaşdırılmasında istifadə olunur. Bəli, Y variantı. Doğru ifadəni tapın. 2 göbək ciyəsi olan əkizlər, yəni uşağın sayı qədər. Mütləq eyni cinsli olacaq, səhvdir. Müxtəlif cinsli da ola bilər. Uşağın sayı qədər, yəni 2 dənə uşaq var. Müxtəlif qan qrupuna malik ola bilməz, müxtəlif yumurta əkizisi olacaq. Müxtəlif ciftə malik ola bilməz, müxtəlif yumurta əkizisi olacaq. Müxtəlif cinsli ola bilməz, olacaq. Bir yumurta hüceyrənin maylanmasından əmələ gələ bilər. Bəli, eyni yumurta əkizisi ola bilər. Daha sonra nə deyir buradan? İnsanda 3 yumurta əkizinin əmələ gəlməsində iştirak edən qametlərdə 3 eyni yumurta əkizi deyir. Eyni yumurta əkizi isə bir dənə ana hüceyrə ikiz və ya ata hüceyrədə, yəni bir yumurta hüceyrə, bir dənə də spermatozoid. İştirak edən qametlərdə hərəsində də 23 dənə xromosom var. Cəmi 46 xromosom olacaq. Cəmi soruşur, B variantı. İfraza sistemi ilə bağlı düzgün ifadələri seçin. İlk sidik qıvrım kanalcıqda əmələ gəlir, xeyr, qədəyə bənzər kapsulada. Son sidik hissəsində əmələ gəlir, böyrəkdə. Sidik hissəsi qarın boşluğunda yox, çanaq boşluğunda. Böyrək venasında sidik cövhərinin miqdarı böyrək arteriyasına nisbətən daha çoxdur, xeyr. Ən çoxdur sidik kan axarında, sonra böyrək arteriyasında, sonra böyrək venasında. Böyrək ləyənində son sidiyə rast gəlinir, Y variantı. Alkoqol hepatiti haqqında deyilənlərdən hansı yanlışdır? Serroza səbəb olur, düzdür. Törədicisi hepatit virusudur, səhvdir. Qaraciyərin ölçüsü dəyişir, düzdür. Qandakı zəhərli maddələri zərərsizləşdirən orqanı zədələyir, yəni qaraciyəri, düzdür. Qaraciyərin epitel toxuma hüceyrələri birləşdirici toxuma hüceyrəsi ilə əvəz olunur, düzdür. Deməli oldu, B variantı. Uyğunluğu müəyyən edin. Toyuq korluğu, bir də beri. 1, 2. Gəlin baxaq. Deməli, ölümə səbəb ola bilər. Ölümə səbəb ola bilər sinir sistemində zəiflik. 2-yə A-dır. Çöpcüklərin fəaliyyəti zəif. Baxın. 2-yə A. Yox, 2-yə B-dir. A. Ürək damar sisteminin fəaliyyəti pozular. Bəli, bu da beri olur. 2-yə A-B. Çöpcüklərin fəaliyyəti zəifləyir toyuq korluğunda. C. Qıcı olmalara səbəb olur. Bu beri-beridir. Sinir sistemidir. D. Toran işıqda görmə zəifləyir. Çöpcüklərdir. Y. Əşyanın xəyalı torlu qışadan öndə alınır. Bu yaxından görmədə heç birinə aid deyil. 1-ə C-Y, 2-ə A-B-dir. Bir ananın uşaqlığında 2 ciftin daxilində 3 qız, 1 oğlan var. Bax, 2 dənə ciftdir. Bu 3 dənə qız, 1 oğlan varsa, deməli 3-ü 1 ciftdədir, oğlan da 1 ciftdədir. Verilənlərə əsasən doğru bəndi müəyyən edin. Bu döllərin əmələ gəlməsində 5 ədəd ikiz. Bax, 3 dənə qızın əmələ gəlməsində bir dənə ikiz ata verib, bir dənə ikiz ana verib. Oğlanın əmələ gəlməsində ikisi ana verib, Y ata verib. Cəmi 3 dənə X qameti, bir dənə Y qameti iştirak eləyir. A variantı səhvdir. Bu döllərin əmələ gəlməsində 6 qamet, xeyr, 2, 2, 4 qamet. Bu döllərin əmələ gəlməsində 2 ədəd hərəkət orqanoidinə malik qamet iştirak eləyib. Bax, bu düzdür. Çünki X-in birin, məsələn, qızlar anadan alır, hərəkətsizdir. X-in birin atadan alır, spermatozoid hərəkətlidir. Oğlan ikisi anadan alıb, Y atadan alıb ki, spermatozoid hərəkətlidir. Deməli, 2 dənə hərəkətli orqanoid var, C bəndi. Bu döllərin əmələ gəlməsində 3 spermatozoid yox, 2 spermatozoid. Bu döllərin əmələ gəlməsində iştirak edən spermatozoidlərdən hər biri X xromosomdur, yox, biri X-dir, biri Y-dir. Oğlanımda var axı. Deməli, bu da oldu C variantı.